Salam, Allahın salamı, rəhməti və bərəkəti hər birinizin üzərinə olsun. Bugün inşallah sizlərə Allahın izni ilə Rahman surəsinin növbəti bir hissəsini öyrədəcəm. Başlayaq. Bismillahirrahmanirrahim. Ra hərfidir. Ra, bə hərfinin üzərində cəzm var. Rabbu, ləm hərfinin üzərində, bə hərfində şəddə var. Rabbu, ləm hərfinin üzərində cəzm var. Rabbul. Mim hərfi mə, şin hərfidir və üzərində cəzm var. Məşri, bu qaf hərfidir. Qa, yə hərfinin üzərində cəzm var. Məşriqayni. Rabbul məşriqayni və vav hərfidir. Və ra, bə hərfində şəddə var. Və rabbul, ləm hərfinin üzərində cəzm var. Və rabbul mə, mim hərfidir. Mə, qa, qayn hərfi üzərində cəzm var. Məğ, bu ra hərfi ri, bə hərfi bə, yə hərfinin üzərində cəzm var. Məğribəyni. Burada vəqfi caiz gəlib. Yəni ki, əgər nəfəsimiz çatarsa, oxumağa davam edirik. Çatmazsa dururuq. Əgər durarıqsa, burada nəfəsimiz çatmayıb durarıqsa, o zaman məddlin qaydası yaranır. Yəni ki, burada lin hərflərindən cəzimli yə hərfi gəlib. Lin hərfləri cəzimli yə və vav hərfləridir. Cəzimli yə hərfindən əvvəl gördüyünüz kimi üstün hərəkəli bə hərfi gəlib. Ona görə də əgər burada durarıqsa, yə hərfini 2 və yaxud da ki 4 əlif miqdarı uzadaraq oxuyuruq. Əgər nəfəsimiz çatarsa, məğribəyni deyə oxumağa davam edirik. İndi başdan oxuyaq bir də. Rabbul məşriqayni və Rabbul məğribəyn. Və yaxud da ki, və Rabbul məğribəyni. Davam edirik. Fə hərfidir. Fə, bə hərfi bi, ə, yə hərfi və üzərində şəddə var. Fə bi əyyi. Əlif, üzərində məd işarəsi var. Ə, bir əlif miqdarı uzadaraq oxuyuruq. Ləm əlifdir. Burada məddi muttasıl qaydası yaranıb. Dəm əlifi 4 əlif miqdarı uzadaraq oxuyuruq. Ələ, i, ra hərfi. Ra, bə hərfində şəddə var. Rabbi, kəf hərfi. Ku, mim hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Rabbikumə, tə hərfidir. Tu, kə, bu pəltək zəl hərfidir və şəddəlidir. Tükəzzi, bə hərfini bir əlif miqdarından 4 əlif miqdarına qədər uzadırıq. Burada məddi ariz qaydasıdır. Uzada bilərik, yəni bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Tükəzzibən, fəbi əyyi ələi rabbikümə tükəzzibən. Mim hərfi mə, ra, bu cim hərfidir. Məracə, ləm hərfinin üzərində cəzm var. Məracəl, bə, ha hərfidir. Üzərində cəzm var. Bəh, ra, yə hərfində cəzm var. Bəhrayni. Məracəl bəhrayni. Yə hərfidir. Yə, ləm hərfinin üzərində cəzm var. Yəl, təqi, qaf hərfidir. Yə hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Yəltəqiyəni. Burada vəqf ilə gəlib. Yəni, oxumağa davam edirik. Nun hərfini ni kimi tələffüz edirik. Bir də oxuyaq. Məracəl bəhrayni yəltəqiyəni. Bə hərfi bə, yə hərfinin üzərində cəzm var. Bəy, nə, bu hə hərfidir. Hu və mim hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Bəynəhumə, bə hərfidir. Bə, ra hərfinin üzərində cəzm var. Bər, bu zə hərfi. Zə, bu isə xa hərfi. Üzərində tənvin gəlib ötürəli, sonra ləm əlif gəlib. İdğam-ı bilaqa qunnə qaydasına görə tənvindəki nun hərfini tələffüz etmirik. Ləm hərfini şəddəli tələffüz edirik.
Bərzəxullə. Bərzəxullə. Ləm hərfi bir hərf miqdarı uzadırıq. Yə hərfidir. Yə. B hərfinin üzərində cəzm var. Qayqala edərək vurğulu tələffüz edirik. Yə bu. Bu qayn hərfidir. Qı. Yə hərfi. Burada dururuq. Vəqfi caiz gəlib. Nəfəsimiz çatmadığına görə dururuq. Çünki ondan əvvəlki ayətdə də vəqfi la gəldiyinə görə oxumuşduq və davam edərkən burada artıq durmalıyıq və ona görə də məddi arız qaydası yaranır. Yə hərfini bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Yəbğiyən. Beynəhumə bərzəxullə yəbğiyən. Fə hərfidir. Fə. Bi. Əyyi. Fə bi əyyi. Ələ-i rabbikumə tükəzzibən. Fə bi əyyi ələ-i rabbikumə tükəzzibən. Yə hərfidir. Yə. Xa hərfinin üzərində cəzm var. Yəx. Bu ra hərfidir. Ru. Bu isə cim hərfi. Yəxrucu. Mim hərfi. Mi. Nun hərfinin üzərində cəzm var. Sonra hə hərfi gəlib. İzhar qaydasıdır. Olduğu kimi oxuyuruq. Minhu. Mim hərfinin üzərində mim hərfində hərfi məd var. Bir hərf miqdarı uzadırıq. Minhumə. Burada oxunmayan əlif və ləm hərfləridir. Sonra ləm hərfi gəlib və üzərində şəddə var. Minhuməllu. Vav hərfinin üzərində həmzə var. Onun üzərində isə cəzm gəlib. Vav hərfini oxumuyuruq. Həmzəni isə tutub saxlayırıq. Lu kimi o tələffüz olunur. Ləm hərfi lu. Yenə vav hərfi gəlib. Üzərində həmzə var. Vav hərfini tələffüz etmirik və burada bizə göstərir ki, qısa şəkildə oxumalıyıq həmzəni. Lu kimi tələffüz olunur. Vav hərfi və ləm hərfinin üzərində cəzm var. Vəl. Bu isə mim hərfi. Mə. Ra hərfində cəzm var. Mər. Bu cim hərfidir və bir əlif miqdarı uzadırıq. Mərcən. Nun hərfini n kimi tələffüz edirik. Yəni burada məddi arızdır. Bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. İndi bir də oxuyaq. Yəxrucu minhuməllu'lu vəl-mərcan. Fəbi əyyi ələ-i rabbikümə tükəzzibən. Oxumağı artıq öyrətdiyimə görə, təkrar gəldiyinə görə oxuyub keçirik. Vav hərfi və ləm hərfi lə. Hə zamiridir. Özündən əvvəl cəzm və yaxud da ki, hərfi məd gəlmədiyinə görə bir əlif miqdarı uzadırıq. Və ləhu. Ləm hərfinin üzərində cəzm var. Və ləhul. Cim hərfi. Burada hərfi məd deyil, vav hərfidir. Və ləhul cəvə. Vav hərfində isə hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və ləhul cəvə. Ra hərfi. Ri. Və ləhul cəvəri. Ləm hərfində cəzm var. Cəvəril. Mim hərfidir. Mü. Bu nun hərfi üzərində cəzm gəlib. Sonra şin hərfi gəlib. İhva qaydasına görə nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Münşə. Bu əlifdir və üzərində məd işarəsi var. Bir əlif miqdarı uzadırıq. Münşəətu. Bu isə tə hərfidir. Münşəətu. Fə hərfi fi. Ləm hərfinin üzərində cəzm var. Fil. Bə hərfi bə. Ha hərfində cəzm var. Bəhri. Fil bəhri. Kəf hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Kə.
Ləm əlifdir. Ləm hissəsində cəzm var. Əlif hissəsini ə kimi tələffüz edirik. Üstün hərəkəsi gəlib. Kəl ə. Ayn hərfində həmçinin cəzm var. Ə. Ləm əlifi bir əlif miqdarı uzadaraq oxuyuruq. Kəl ə'ləmi. Yenə vəqf caiz gəlib. Əgər durarıqsa, məddi arız qaydası olur. Ləm hərfini bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Davam edəriksə, mi kimi ə'ləmi fə oxumağa davam edirik. İndi bir də oxuyaq. Və ləhul cəvəri münşəətü fil bəhri kəl ə'ləmi fəbi əyyi ələi rabbikuma tükəzzibən. Kəf hərfidir. Ku. Ləm hərfində şəddə var. Kullu. Mim hərfi mə. Nun hərfinin üzərində cəzm var. Mən. Sonra ayn hərfi gəlib. Olduğu kimi oxuyuruq. İshar qaydasıdır. Alə. Yə hərfində cəzm var. Aleyhə. Hə hərfində isə hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Aleyhə. Fə hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Nun hərfini isə n kimi tələffüz edirik. Məddi arız qaydasına görə bir əlif miqdarından 4 əlif miqdarına qədər uzadırıq. Əgər burada durarıqsa, nəfəsimiz çatmayıb durarıqsa, davam edəriksə, fənin sonra idğam-ı məl-qunnə qaydası yaranır. Yəni ki, tənvindəki nun hərfini burnumuzda tələffüz edirik. Vav hərfinə isə şəddə verərək oxuyuruq. Fənin və deyə oxumağa davam edirik. İndi bir də oxuyaq. Kullu mən aleyhə fənin və yə hərfidir. Və yə. Bə hərfinin üzərində cəzm var. Qalqalə edərək vurğulu tələffüz edirik. Və yə bu. Qaf hərfində hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Və yə bu qa. Vav hərfidir. Və cim hərfinin üzərində cəzm var. Vurğulu tələffüz edirik. Qalqalə edərək. Və c. Cim hərfindən burada hə zamiridir. Hə zamirindən əvvəl cəzm olduğuna görə hə zamirini qısa şəkildə oxuyuruq. Və c hu. Ra hərfidir. Ra. Bə hərfində şəddə var. Rabbikə. Rabbikə. Bu pəltək zəl hərfidir və hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Zül. Ləm hərfinin üzərində cəzm var. Zül. Cim hərfidir. Cə. Ləm əlifdir. Bir əlif miqdarı uzadaraq oxuyuruq. Zülcələli. Zülcələli. Vav hərfidir və ləm əlifdir. Ləm hissəsində cəzm var. Əlif hissəsini isə əsrəli i kimi əsrə gəldiyinə görə i kimi tələffüz edirik. Vəl-i. Kəf hərfinin üzərində cəzm var. Vəl-ik. Burada dururuq. Ona görə də ra hərfini məddi arız qaydasına görə mim hərfini m kimi tələffüz edirik. Cəzimli mim kimi. Ra hərfini isə bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Vəl-ikram. İndi bir də oxuyaq. Və yəbqa vəchuhu rabbikə zülcəlali vəl-ikram. Fəbi əyyi ələi rabbikuma tükəzzibən. Yə hərfidir. Yə. Sin hərfinin üzərində cəzm var. Yəs. Bu həmzədir. Ə kimi tələffüz edirik. Yəs əlu. Hə zamirini isə bir əlif miqdarı uzadırıq. Yəs əluhu. Mim hərfi mə. Nun hərfinin üzərində cəzm var. Sonra fə hərfi gəlib. İhva qaydasına görə nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Mənfi. Oxunmayan əlif və ləm hərfləridir. Sin hərfinin üzərində şəddə var. Mənfissə. Bu mim hərfidir və üzərində
məd işarəsi var. Bir əlif miqdarı uzadırıq. Mən fissəmə vav hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Səməvəti vav hərfidir və ləm əlifdir. Ləm hissəsində cəzm var. Əlif hissəsini isə ə kimi tələffüz edirik. Vəl, ə, ra hərfinin üzərində cəzm var. Ər. Bu isə dad hərfidir. Burada vəqf-i mütləq gəlib d kimi tələffüz edirik. Vəl, ərd. İndi bir də oxuyaq. Yəsəluhu mən fissəməvəti vəl-ərd. Kəf hərfidir. Ku, ləm hərfinin üzərində şəddə var. Kullə. Kullə, yə hərfidir. Yə, vav hərfinin üzərində cəzm var. Yəv. Mim hərfində tənvin gəlib, əsrəli tənvin. Sonra hə hərfi gəlib. İzhar qaydasına görə olduğu kimi oxuyur. Yəvmin hu və. Yəvmin hu və. Fə hərfində isə hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Yəvmin hu və fi. Şin hərfidir. Şə. Əlifin həmzədir. Üzərində cəzm gəlib. Tutub saxlayırıq. Nun hərfini isə n kimi tələffüz edirik. Şən kimi tələffüz olunur. İndi bir də oxuyaq. Kullə yəvmin huvə fi şən kimi oxunur. Fə hərfidir. Fə, bi, əyyi. Fə, bi, əyyi. Əlif, ə. Ləm əlifi 4 əlif miqdarı uzadırıq. Ələ-i rabbikumə tükəzzibən. Fə, bi, əyyi. Ələ-i rabbikumə tükəzzibən. Sin hərfidir. Sə, nun hərfinə. Bu isə fə hərfidir. Üzərində cəzm var. Sənəfru, qayn hərfi. Sənəfruğu, ləku, mim hərfi. Sənəfruğu ləkum. Əlifdir. Ə. Bu isə yə hərfi. Üzərində şəddə var. Əyyuhə. Oxunmayan əlif və ləm hərfləridir. Sonra pəltək sə hərfi gəlib. Üzərində şəddə var. Əyyuhəssə. Bu qaf hərfi. Qa, ləm əlifdir. Əgər yenə vəqf-i caiz gəlib, yəni nəfəsimiz çatmazsa burada dururuq. Əgər durarıqsa məddi arız qaydası yaranır. Ləm əlifi 1 əlif miqdarından 4 əlif miqdarına qədər uzadırıq. Əgər davam edəriksə əyyuhəssə səqaləni deyə oxumağa davam edirik. İndi bir də oxuyaq. Sənəfruğu ləkum əyyuhəs-səqaləni fəbi əyyi ələ-i rabbikumə tükəzzibən. Yə hərfidir. Yə. 1 əlif miqdarı uzadırıq. Yə. Bu mim hərfi. Mə. Ayn hərfinin üzərində cəzm var. Mə. Bu isə şin hərfidir. Şə-ra. Yə mə'şəra. Ləm hərfinin üzərində cəzm var. Mə'şəral. Bu cim hərfidir. Ci. Nun hərfində şəddə var. Cinni. Yə mə'şəral cinni. Vav hərfi və ləm əlifdir. Ləm hissəsində cəzm var. Əlif hissəsində isə əsrə gəlib i kimi tələffüz olunur. Vəl-i. Nun hərfinin üzərində cəzm var. İn. Sonra sin hərfi gəlib. İhva qaydasına görə nun hərfini burnumuzda tələffüz edərək 1 əlif miqdarı uzadırıq. Vəl-insi. Əlifdir. İ, ni. Sin hərfinin üzərində cəzm var. İnis. Tə. Bu qalın ta hərfidir. İnis, tə, ta. Ayn hərfinin üzərində cəzm var. Tə-ta-tu. Mim hərfinin üzərində cəzm var. İnistəta'tum. Əlifdir. Ə. Nun hərfinin üzərində cəzm gəlib. Sonra tə hərfi gəlib.
bir əlif miqdarı uzadırıq nun hərfini, ihva qaydası yaranıb və burnumuzda tələffüz edirik. Əntə, nun hərfinin üzərində yenə cəzm gəlib, sonra fə hərfi gəlib. Nun hərfini yenə ihva qaydasına görə burnumuzda tələffüz edirik, bir əlif miqdarı uzadırıq. Tənfu, bu bəltək zəl hərfidir və hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Tənfuzu, mim hərfidir, mim. Nun hərfinin üzərində cəzm var, sonra əlif gəlib, izhar qaydasına görə olduğu kimi oxuyuruq. Min, qaf hərfidir, qalqalə edərək oxuyuruq. Min əqu, bu ta hərfidir, hərfi məd var, bir əlif miqdarı uzadırıq. Əqu, tori, oxunmayan əlif və ləm hərfləridir. Sonra sin hərfi gəlir və üzərində şəddə var. Əqu, torisə, mim hərfidir və üzərində məd işarəsi var. Bir əlif miqdarı uzadırıq. Əqu, torisəmə, vav hərfində həmçinin hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Səməvəti, vav hərfidir və ləm əlifdir. Ləm hissəsində cəzm var. Əlif hissəsini isə ə kimi tələffüz edirik. Üstün hərəkəsi gəlib. Vəl ə, ra hərfinin üzərində cəzm gəlib. Ər, bu isə dad hərfi. Vəl ərdi, fə hərfidir, fə. Bir əlif miqdarı uzadırıq, hərfi məd var. Fə, nun hərfinin üzərində cəzm var. Sonra fə hərfi gəlib, ihva qaydasına görə bir əlif miqdarı uzadırıq nun hərfini və burnumuzda tələffüz edirik. Fənfu, bu zəl, pəltək zəl hərfidir və burada hərfi məd var. Zəl hərfini burada vəqfi ta gəlib dururuq və əgər hərfi məd gələrsə, duracağımız yerdə hərfi məd gələrsə, bir əlif miqdarı uzadaraq olduğu kimi oxuyuruq. Fənfuzu. İndi bir də oxuyaq. Yə mə'şərəl cinni vəl insi in istəta'tum ən tənfuzu min əqtaris səməvəti vəl ərdi fənfuzu. Ləm əlifdir. Bir əlif miqdarı uzadaraq oxuyuruq. Ləm, tə hərfidir, tə. Nun hərfinin üzərində cəzm gəlib. Sonra fə hərfi gəlib. İhva qaydasına görə nun hərfini burnumuzda tələffüz edərək bir əlif miqdarı uzadırıq. Tənfu, bu pəltək zəl hərfidir və burada hərfi məd var. Bir əlif miqdarı uzadırıq. Tənfuzunə. Əlifdir, i. Ləm əlif gəlib və üzərində şəddə var. Şəddəli oxuyuruq və bir əlif miqdarı uzadırıq. İllə, bi, bu sin hərfidir. Su, bisu. Ləm hərfinin üzərində cəzm var. Bisul. Və burada vəqfi caiz gəlib. Nəfəsimiz çatmazsa dururuq. Əgər nəfəsimiz çatarsa oxumağa davam edirik. Əgər durarıqsa məddi arız qaydası yaranır. Nun hərfini n kimi tələffüz edirik. Ta hərfini isə bir əlif miqdarından 4 əlif miqdarına qədər uzada bilərik. Davam edəriksə nun hərfində gördüyünüz kimi əsrəli tənvin gəlib. Sonra fə hərfi gəlib. İhva qaydası yaranır. Nun hərfini bir əlif miqdarı uzadaraq burnumuzda tələffüz edirik. Sultanin fə deyə oxunur. Durarıqsa sultan. La tənfuzuna illə bisultan. Fəbiəyyi əla'i rabbikuma tukəzzibən. Bu qədər. Gələn dərsimizdə inşallah növbəti hissəni öyrədəcəm. Sağ olun, Allaha əmanət olun.